Və bəzən qardaşlar soruşurlar ki, məsəl üçün təkbir gətirib, yəni uzun qılmaq, 2 rükət uzun qılmaq mı daha yaxşıdır? Və hətta sən telefondan, yəni telefondan baxıb, yəni qıla bilərsən. Və yaxud da əlinə musaf götürüb namazda qıla bilərsən, əgər əzbərin yoxsa çox. Qıla bilərsən, 1 saat dayana bilərsən. Deyir ki, hansı fəzilətlidir? Qısa qılıb çox qılmaq, yoxsa uzun qılıb az qılmaq? Kim cavab verir? Uzun qılıb az qılmaq. Uzun qılıb. Dəlil? Namazda çox dayanırsan da. Onda da çox qılırsan. Qısa olmur da. Qısa neyinsə imanın, yəni dediniz ki, yəni genişlənəcək də, qısa etməklər ondan faydalıdır. Tələsmirsən də. Yəni bilirsən ki, 2 qılacaqsan, sonra dalınca yeni 2 var. Bir də var ki, bir də 5 qılmaq. 5 qılarsan. Yox, elə demə. Deyəm ki, bax, 2 rükət qılırsan, yarım saat namaz qılırsan. Yəni 1 rükətində 15 dəqiqə dayanırsan. Oxuyursan, Quran oxuyursan. Bir də var ki, kiçik surələr oxuyursan, yarım səhifə oxuyursan və yaxud da qısa qılırsan. Hansı faydalıdır? Ha, şeyx. Ha, yaxşı. Ha, kimdəsə var variant? Təkbirlər var, doğrudur. Necə? Təkbirlər var, sözdə var orada. O daha yaxşıdır, eləmi şeyx? Ha? Salam var. Yəni o daha yaxşıdır, eləmi? Bu əməl çox olur. Qısası daha yaxşı deyirsiniz. Bəziləri deyir uzun daha yaxşı. Yaxşı. Cavab, doğru cavab təfsilat var məsələn.